Xaricdə təhsil sənlik deyil. Yəqin ki, bu ifadəni çox eşitmisiniz. Gəlin birlikdə bu miflərdən qurtulaq. Xarici təhsil mütəxəssisi olaraq bu cümləni çox işləyirəm, amma bu tam doğru deyil. Avropada, Asiyada və hətta Amerikada onlarla tam və ya qismən təqaüd proqramı mövcuddur. Bəzi proqramlar təhsil haqqını qarşılayır, bəziləri də yaşayış, sığorta və yol xərclərini belə ödəyir. Yəni, doğru araşdırma və vaxtında müraciətlə xaricdə pulsuz oxumaq tamamilə mümkündür. Bunu da çoxları düşünür, amma bu da bir mifdir. Əksər universitetlərində Foundation Year və ya hazırlıq ilə adlı proqramlar mövcuddur. Bu proqramlarda sən həm dil öyrənirsən, həm də akademik fənlərə adaptasiya olursan. Hətta bəzi universitetlərdə ingilis dilində oxumaq üçün IELTS və ya TOEFL tələbi olmaya da bilər. Bu da çox yayılmış, yanlış bir fikirdir, amma bəzi ölkələrdə tələbələrə həftədə 20 saata qədər işləməyə icazə verilir. Bu həm yaşayış xərcini azaltmaq, həm də praktik təcrübə qazanmaq üçün çox gözəl fürsətdir. Yəni, həm oxuyursan, həm də real həyat təcrübəsi qazanırsan. Yəni, xaricdə təhsil çətin deyil. Sadəcə doğru seçim və düzgün istiqamətlə arzularına çata bilərsən.